Bugün İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinə Şahin Bağırova general polkovnik rütbəsi verib və onun 3 nəfər müavininə general mayor rütbəsi verib. Onlar polkovnik idilər, indi oldular general mayor. Deyərsiniz ki, burada nə var ki, verib də. Amma yox. Elə bugün Amerikanın Targov Palata dillərdə, deməli, Amerikanın Ticarət Palatası Azərbaycan Dövlət Gömrük Komitəsinə sərt tənqid edib və Azərbaycan dövlətinə xəbərdarlıq edib. Deməli, məqalədə yazılır ki, Azərbaycan dövlətində Gömrük Komitəsinin əməkdaşları, biznesmenləri incidirlər.